qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla yad edir. Gəlin şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. İndi isə səslənir Azərbaycan Respublikasının dövlət himni. Doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq, iradəmizin güclü təməlini, Qarabağda erməni hökmranlığına başa çatdıracaq, hərbi siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü dediyi şərəfli bir tarixdir. İndi isə sözü məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Nahid Fərəzova verir. Mən öz növbəmdə hər birinizi salamlayıram. Müəllimlərimizi, şəhid ailəsinin üzvlərini hər birini salamlayıram. Xoş gəlmisiniz istəyirəm. Biz Azərbaycan xalqı 27 sentyabr 44 günlük vətən müharibəsini tariximizdə silinməz bir iz qoyub. Biz heç vaxt bu tarixi unutmayacağıq, daima qəlbimizdə yaşayacaq. Biz şəhid ailələrimizə, şəhid övladlarına hər zaman borcluyuq. Şəhidlərimizi Allahdan rəhmət edirik. Onların bizə əmanət qoyduğu evladlarına can sağlığı, onların ailələrinə can sağlığı arzulayırıq. Tədbirin təşkil olunmasına görə məktəbin təşkilatçısına, şəhid ailəsinin üzvlərinə, Raman xanım, sizə şəxsən təşəkkür edirəm. Çox sağ olun. 27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir. Sözü məktəbimizin tarix müəllimi Gülşən Hümmətova verilir. Tədbirdə iştirak edən hər kəsi salamlayıram. Artıq 27 sentyabrdan 5 il keçir. 5 il keçir artıq, amma biz bu tarixi hər il qeyd edirik və bundan sonra da hər zaman böyük təntənə ilə qeyd edəcək. Xatirələrdə hər zaman əbədi yaşar bir gündür. 27 sentyabr anım günü 3000-dən çox şəhid verdik. 3000-dən çox bu şəhidləri biz
keçmişdə Babək, Cavanşirlər, qəhrəmanlar, Nəbilər kimi qəhrəmanları biz uşaqlar tarixdə, kitablarda görürdüksə də, indi isə biz onları canlı şahidləri olduq. 27 sentyabr anım günündə 44 günlük müharibə zamanı hərb tarixində yeniliklərdən istifadə olundu. Bu hərbi tarixdə olan yeniliklərdən dünya hərb strategiyasına yazıldı. 27 sentyabrda şəhidlərimizin qəhrəmanlıqları, şücaəti əfsanəvi oldu. Biz 44 günlük müharibə zamanı Azərbaycanın 30 il ərzində işğal olunmuş torpaqlarımız geri qaytarıldı. Bu müharibə zamanı Səfəvilər dövlətində bizim Azərbaycan ərazisi bu qədər əraziləri geniş uğurlu müharibələr apara bilmişdi 1500-cü illərdə və biz bu dövrdən sonra Səfəvilər dövlətindən sonra Azərbaycan tarixində bu qədər uğurlu müharibələrə şahidlik etməmişik. Ancaq 2020-ci ildə Azərbaycan xalqının, Ali Baş Komandanın, ordumuzun səyi nəticəsində vətənimiz xeyli irəliləyiş, torpaqlarımız düşməndən geri alınmışdır. Oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-sində Füzuli, oktyabrın 20-sində Zəngilan, oktyabrın 25-də isə Qubadlı şəhəri düşməndən azad edildi. Noyabrın 10-da isə üç tərəfli bəyanat imzalanaraq Azərbaycan digər torpaqları isə düşməndən geri alınmışdı. Vətən müharibəsi zamanı 3000-dən çox şəhidimiz olmuşdur. Bu şəhidlər içərisində Mehman Qəmbərov və Elnur Rüstəmovun da biz adını xüsusilə qeyd etmək istəyirik. Elnur Rüstəmov 2022-ci ildə lokal əməliyyat zamanı, qisas əməliyyatı zamanı şəhid olmuşdur 2022-ci sentyabrın 23-də. Mehman Qəmbərov isə 2020-ci il sentyabrın 30-da Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hər iki qəhrəman haqqında, hər iki şəhid haqqında bizim şagirdlərimizlə məlumat toplamışdı. Gəlin şəhidlərimiz haqqında topladığı məlumatlarla tanış olaq. İndi isə Nuray, Aysu və Naunun şəhidlər təqdimatına birlikdə tamaşa edək. 44 günlük vətən müharibəsini aparan səbəblər. Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma, atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarə etməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son günüdür. Şuşa şəhəri. Qarabağın incisi sayılan Şuşa şəhəri 8 noyabr 2020-ci ildə azadlıq və işğaldan azad olundu. Şuşa həm tarixi, həm də mədəni əhəmiyyəti ilə Azərbaycan xalqının qürur mənbəyidir. Şuşa qalası, Qarı bülbülsünün yolu və zəngin musiqi irsi bu şəhəri Qarabağın ürəyinə çevirir. Füzuli rayonu. Füzuli rayonu 17 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Qarabağın əsas giriş qapısı hesab edilən bu rayon uzun illər düşmən işğalı altında qalıb. Strateji mövqeyinə görə hərbi baxımdan çox mühüm əhəmiyyət daşıyır. Cəbrayıl rayonu 4 oktyabr 2020-ci ildə azad edildi. Azərbaycanın İranla sərhəddə yerləşən bu rayon mühüm strateji yolları və kəndləri ilə seçilir. Cəbrayılın azad olunması ilə həm şimal, həm də cənub istiqamətində əməliyyatlara geniş yol açıldı. Həyatı. Mehman Əmirov Nərman oğlu 27 may 1981-ci ildə Ağdamın Maqsudlu kəndində anadan olmuşdur. 1987-ci ildə Maqsudlu kənd orta məktəbində 1-ci sinifə gedib, 2-ci sinifdə oxuyanda 1-ci Qarabağ müharibəsində Ağdam işğal olandan sonra Bərdədə salınmış Türk Qızlar Cəmiyyətinin yaratdığı Çadır şəhərciyində yaşayır və orada da təhsilini davam etdirir. 118 sayılı məktəbdə 1996-cı ildə Mehman qohumlarımızın yanında mal bazarına çıxıb ailəyə kömək olsun deyə aldı edildi. Hərbi başlanğıcı. Mehman yol kənarında olan zaman hərbi maşın dayanır və Mehman onlara yaxınlaşıb söhbət edir və onlar soruşur ki, hansı rayondansan deyib. Ağdamdan hərbiçi deyib, niyə hərbi məktəbi oxumuşdan, sənin rayonun işğaldadır. Mehman da 11-də oxuyurdu həmin vaxt. O gündən qərar verdi ki, mən hərbiçi olacağım.
Başqa yolum yoxdur. 1998-ci ildə 11 ili qurtarır, ali komandilə məktəbinə sənəd verdi və qəbul oldu. 2002-ci ildə məktəbi bitirdi. Müharibə. Ötən əsrin ən böyük müsibəti Sovetlər Birliyində yaşadığımız dönəmlərdə ermənilərin başımıza nələr gətirdiyi hər kəsə bəllidir. Əslində bizimlə müharibə edən Rusiya dövləti idi, çünki bu bir gerçək həqiqətdir. Sovet ordusu erməniləri havada çıxararaq 366-cı motaltıcı alayının sayəsində bütün Qarabağ qana boyandı. Qarabağın ərazisində bir nəfər də olsun Azərbaycanlı qalmadı. Ağdam məscidi şəhidlərin qanına boyandı. Hətta günün birində Ağdamda işğal oldu. Xocalı Təryabının üstündə Ağdamda əlavə oldu. Gölləri ucalara, ana manələri, uşaq Təryabı ürək dağladı. Heç bir zaman Mehman Qəmbərov, o zaman isə Mehman Qəmbərovlu ajanlar yaşadı. 44 günlük müharibə. 44 günlük vətən müharibəsində 3000-dən çox şəhid verdik. Şəhidlərin qanı bahasına torpaqlarımızı tarixini çıxa bildik. Yenə də anamların bağı yarıldı. Nalələr gölləri yüksəldi. Bu şəhidlərdən biri də Mehman Qəmbərov idi. Məryəm ananın bala deyən ailəsi hər kəsi göz yaşlarına boğdu. 30 sentyabr 2020-ci il Mehmanın qanını döyüş meydanında torpağı suladı. Mehmanın ruhu bədəndən çıxarkən çöhrəsindəki təbəssüm aydın görünürdü. Artıq onun ruhu göylərə qanat çalır, cəsədi isə torpaq üzərində qalmışdı. Minlərlə şəhid qardaşları onu Göydağ qarşısında və cənnət məkanına apardılar. Bu xəbərə fərq edən anasının xanımını görən Mehman, ruhu ilə qan tükən anasının gətirib xanımının gözləşini silir, amma onlar bunu hiss etmirdi. Şəhidlik. Mehman cəsarəti ilə nümunəvi zabit olduğu kimi yaxşı olduğu intizamında ailə ilə başçısı gözəl ata idi. Arşı torpağını azad görmək olmuşdu, amma ona Ağdana getmək nəsib olmasa da şəhidlik nəsib oldu. Yarıda qalan arzularını dostlar tamamladı. Biz heç vaxt Mehmanı unutduruq. Tez-tez onu yad edir, övladlarının ataları haqqında ona xatirələrimizi xatırladırıq. Biz inanırıq ki, bütün şəhidlərin ruhu şaddır. Ona görə ki, onların qalınan tökülən torpağın qızıl tonda olsa da, o torpaqda artıq öz xalqımızın yaşayacaq. Şəhid qanı ilə suvarılan torpaqda aldığımız layihələr bitəcək. Diqqətinizə görə təşəkkürlər. İndi isə son olaraq sizə bir video çarpı səsləndirmək istəyirəm. şəhid Elnur Rüstəmovun adıdır. Onun həyatı 1989-cu il noyabrın 5-də Xaçmaz rayonunda anadan olması ilə başlayır. Orta məktəbi bitirdikdən sonra əsgərliyini Füzulidə 3 ay çəkir və sonra isə xüsusi təyinatlı qüvvələrində seçilir. Orada 6 ay kurs keçdikdən sonra xüsusi təyinatlı qüvvələrində yaşma hərbi hissəsinə xidmət etməyə başlayır. Müharibə zamanı 2020-ci ildə Vətən müharibəsində döyüşür və yaralanır. Vətən müharibəsi veteranı Elnur Rüstəmov bir çox medallarla həlak olmuşdur. Cəsur döyüşçü şücaətinə görə medalı, Xocavəndin azad olmasına görə medalı, Kəlbəcərin azad olması üçün medalı, Cəbrayılın azadlığı uğrunda medalı, qüsursuz xidmətə görə medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi medalı, Azərbaycan ordusunun 100 illiyi medalı və Azərbaycan bayrağı ordeni. Baş gizir Elnur Rüstəmov 2020-ci il antiterror döyüşlərində 13 sentyabrda Kəlbəcərdə şəhidlik zirvəsini ucalır. 14 il yarım xüsusi təyinatlı qüvvələrində xidmət etmişdir. Onun uğrunda medalları
Xocavənd uğrunda, Cəbrayıl uğrunda və Kəlbəcər uğrunda medalları vardır. Elnur Rüstəmov Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Xocavənd uğrunda medalı, Cəbrayıl uğrunda medalı, Kəlbəcər uğrunda medalı ilə tərtib olunmuşdur. Diqqətiniz üçün təşəkkürlər. İndi isə video çarxı izləyəcəyik. Onlar uğrunda döyüşməyə dəyər bir vətən bizə əmanət edib getdilər. İndi isə onların ruhu şaddır. Diqqətiniz üçün təşəkkür edirəm. İndi isə Dəniz və Məsudun ifasında Xudayar təsvir edir. Zirvəşə bir mahnı oxuyurdu. Hə? Şəhid əmanətlərimiz Yunus, Elcan, Ceyhan və Zəhranın şeir ifasına dəvət edilir. Mən şəhidəm, ölməmişəm, küləklərə qarışmışam, vətənimin havasına. Cismim köçüb bu dünyadan, ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim məni arzulasa, tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm, şeirlərdə, qəzəllərdə yaşayıram, rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanı, heç zaman unudulmazam, könüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm. Biz şəhid övladlarıyıq. Bəli, atalarımız bu torpaq üçün canlarından keçdilər. Onlar ölmədilər. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar. Səkkiz C sinfin ifasında vətənpərvərlik mahnısı.
fədasıdır. Güneşdəki yarələr şəhidlərin yarasıdır. onların qəhrəmanlıqlarından danışın. Danışın ki, qəhrəmanlar unudulmasın. Vətən qəhrəmanlarına əbədi eşq olsun. Bununla da tədbirimiz sona çatdı. Şəhidlərin yarasıdır Azərbaycan. Bu millətin anasıdır, canım onun fədasıdır. Ürəkdəki yarələr şəhidlərin yarasıdır. Qarabağın bu millətin qədim ulu diyarıdır.